Star TV'nin efirdən hər kəs xoş gördük və biz bu günləri gəlmişik Şəmkir rayonunda Gülüstan tərəf adlanan ərazidəyik biz. Hər zaman işimiz davam edir, gözəl qardaşların dəstəyi ilə, qrupun köməyi ilə, vüqar qardaşlarına dəstəyin köməyi ilə. Və dərzilər, sizdən xahiş edir ki, bizim kanala abunə olun, dəstək olun, biz izləyin. Buyurun, müəllim. Assalamualaikum warahmatullahi wabarakatuh. 9 gündən bir, 10 gündən bir, 15 gündən bir, yaxşı qardaşların dəstəyi ilə köməkliyirik, əlbəttə fərqi yoxdur. Şeyhləri gəndə, buralarda adam kim istədi köməklik göstəririk. Allah'ın sağlam olsun, yaxşı qardaşlar. Bu da ki qardaşlar, kusuru bir qardaş ki Allah şəfatını versin. Gəlmişik, qardaşı yad edin. Peyğəmbərdən başlayın, xəstələri az deyin ki, onlar da qiyamət gündə sizlərə şəfaət edir. Düz, Allah köməkdir bu. Neysə gedək yavaş-yavaş, həmən uşağı gəlir. Tamam, güzel. Onu da bir dəftər izlədilər, biz çoxdan gəlmirdik, amma neçə dəfə gəlmişik tanıyanlar. Hepimiz yalnızız bu yolda, hayat denilen oyunda. Önce seni sonra beni bul dedi. Dərzədilər, deməli, xahiş edirəm ki, bu ailə paylaşa kim dəstək olmaq istəyirsə, bizim kanalın vasitəsilə ailənin əlaqə bilməsini yerləşdirəcəyik ekrana. Kimlər dəstək olmaq istəyirsə, Şəmkir rayonunda Gülüstan tərəf gedir də olar. Deməli, İpək yolundan gələndə də Ceyhun Şən sarayının yanından küçə dönür. Oradan yaxınlaşıb gələ bilərsiniz. Əsas ayağına əməliyyat elətdirmək lazımdır. Deməli, nə qədər pul xalaydı əməliyyata? 6000 manat istəyir. 6000 manat pullarını dərzədilər. Kim bu qarşı dəstək olmaq istəyirsə bu gözəl balaya 6000 manat pul lazımdır ki, əməliyyat olmağa. Və ailənin də maddi durumu imkan verir ki, bu əməliyyatı yerinə yetirər. Xahiş edirəm, dəstək olun, bu gözəl balaya öz yardımınızı göstərin. Və çox narahat eləməyək, vaxtımızda az olduğuna görə getməliyik. Xahiş edirəm, bizi izləyin, bizi bəyənin, verilişlərimizi və bu gözəl balaya da dəstək olun. Allah kömək falan. Sağ ol. Allah şəfasını versin. Allah kömək. Vüqar, sən də sözü bildir. Gördüm yani, hakikaten yani bu arkadaşlar yani kömək olmaq üçün kim istəyir köməkliyi götürə bilər. İnşallah Allah'ın izniyle. Sağ olun, Allah kömək falan. Sağ ol. Təşəkkür, bizi izləməyə davam edin. Sağ olun.